Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. Bölgə TV Qaynar Info istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarının daha çox bahalaşma, manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yer kökünün, sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.2%, yanvar-dekabr aylarında isə əvvəlki ilə müvafiq dövrünə nisbətən 102.5% təşkil edib. Dekabr ayında əvvəlki ay ilə müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Rəna Rövşən qızı, Bölgə TV.